Salyan rayonunun tanınmış həkimlərindən biri olan Vüsalə Əhmədova Faiq qızı uzun illərdir peşəsinə sədaqətlə xidmət edən, pasiyentlərinə sevici və qayğı ilə yanaşan, öz işinə məsuliyyətlə yanaşan təcrübəli bir mütəxəssisdir. O, Salyan rayon 7 saylı orta məktəbi bitirdikdən sonra həkim olmaq arzusunun arxasınca gedərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə Profilaktika Fakültəsinə qəbul olunub. Tibbi təhsilini uğurla başa vuran Vüsalə xanım həkimlik adına sadiq qalaraq həyatını insanların sağlamlığına həsr edib. Artıq 35 ildən çoxdur həkim olaraq fəaliyyət göstərən Vüsalə Əhmədova həm peşəkar fəaliyyəti, həm də yüksək insani keyfiyyətləri ilə insanın rəğbətini qazanıb. O, uzun illər ərzində minlərlə xəstənin sağlamlığına qovuşmasında mühüm rol oynayıb. Xüsusilə də müalicə prosesinə olan həssas yanaşması, hər bir pasiyentə fərdi qayğı ilə yanaşması ilə seçilib. Vüsalə xanım həmçinin elmi və peşəkar inkişafdan da geri qalmayıb. 16 ildir Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü olaraq bu sahədə keçirilən beynəlxalq və respublika əhəmiyyətli 70-dən çox konfrans və konqresdə iştirak edib və müxtəlif sertifikatlarla təltif olunub. Yeganə orqandır ki, vaxt bilmir, ani halda hər hansı bir xəstəni itirmə ihtimalımız həddindən artıq çoxdur. Təbii xəstələr üçün hər cür şərait yaradır, təxliyə edir, vaxtında stentləmə əməliyyatı, akaşiya əməliyyatları ürək xəstələrinə tövsiyə edilir, amma xəstələrə də özlərinə ciddi yanaşmağı, pəhriz saxlamağı, düzgün qidalanmağı, risk faktorlarından uzaq olmağı tövsiyə edirik. Çünki biz tək bunu iş etdikdə xəstələr çox biganə yanaşır özlərinə. Bu tövsiyənin də çox əsas rol oynayır. Çünki işlədiyimiz praktikada axır zamanlar xəstələrin özlərinə biganə yanaşmağa ehtimalı daha çoxdur. Çünki Azərbaycan Kardiologiya Cəmiyyəti bundan ötürü çox işlər görür, çox tövsiyələr edir, çox əməliyyatlar həyata keçirdir. O xəstələrin özlərinə biganəliyi artıb, ona görə onlara da özlərinə düzgün yanaşmağı, gənclərin risk faktorlarından uzaq olmağı, həyat tərzlərini düzgün qurmağı tövsiyə edirik bir kardioloq olaraq. Hazırda o Salyan rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində şöbə müdiri vəzifəsində çalışaraq həm rəhbərlik edir, həm də pasiyentlərin sağlamlığına diqqətlə yanaşır. Onun rəhbərliyi altında şöbədə göstərilən tibb xidmətinin keyfiyyəti daim yüksəlir. Əhmədova Vüsalə Faiq qızı haqqında həmkarları və pasiyentlərə yalnız xoş sözlər söyləyir. Onlar onun səmimiyyəti, qayğıkeşliyi, peşəkarlığı və insanpərvərliyi ilə tanıyırlar. Onun həyat yolu və fəaliyyəti sübut edir ki, həqiqi həkimlik yalnız peşə deyil, həm də insanlara olan böyük sevgi və fədakarlıqdır. Elvin Qudrətov, Səmil Şahlaroğlu, Bu Gün İnformasiya proqramı üçün.